Əbu Hüreyrə, Allah ondan razı olsun, rəvayət edir ki, bir dəfə səhabələrdən bir qismi gülüb danışarkən Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinin yanına gəlib dedi: Canım əlində olan Allaha and olsun ki, əgər siz mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız. O çıxıb getdikdən sonra səhabələr ağlamağa başladılar. Uca Allah isə ona belə vəhy etdi: Ey Muhammed, nə üçün bəndələrimi ruhdan salırsan? Bu vaxt Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun geri dönüb buyurdu: Qazandığınız savaba sevinin, doğru yol tutun və kamil olan əməl yerinə yetirə bilməsəniz belə, heç olmasa ona yaxınlaşın. Buxari, Ədəbül Mufrad, 254-cü hədis. Hədisdə doğru yol deyildikdə sünnə nəzərdə tutulur. Yəni Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm dediyi sözlər, etdiyi əməllər, həmçinin təsdiq etdiyi sözlər və əməllər nəzərdə tutulur. Bir çox alimlər ibadətdə olan qorxu və ümidi göydə uçan quşun qanadlarına bənzətmiş. İbadətin sünnəyə müvafiq olması üçün bunların hər ikisinin eyni səviyyədə olmasını tövsiyə etmişlər. Belə ki, ümid qorxudan çox olduğu təqdirdə adam arxayınlaşır, Allahın əzabı yadına düşmür və bu da onu Allahın mərhəmətinə ümid edərək günah işlər görməyə təhrik edir. Qorxu ümiddən çox olduqda isə adam Allahın mərhəmətindən ümidini kəsir. Bunların birinin digərindən çox olması böyük günahlara aid edilir. Buna görə də bunları cəm etmək vacibdir. Uca Allah buyurur: Qullarıma xəbər ver ki, mən bağışlayanam, rəhimliyəm. Əzabım isə ağırlı, acılı əzabdır. Hicr surəsi 49-50-ci ayələr.